start-stop düyməsini axtarmağa başlayırsan, axtarmayın, burada o yoxdur. Sadəcə kəməri taxdın və ayağını əyləcə qoydunsa, dərhal bütün artıq sistemlər işlək vəziyyətdədir. Hərəkətə başlayırıq və bu avtomobilin ən böyük özəlliyi odur ki, paralel ardıcıl hibrid texnologiyası buna deyirlər. Bir benzin mühərriki, 150 at güclü, turbolu, 1.5 litr həcmli mühərrik və eyni zamanda 2 elektrik mühərriki onu hərəkətə gətirir. Bu sistem 9 rejimdə işləyir. Benzinlə işləyən mühərrik həm avtomobili hərəkətə gətirir, həm də batareyalar zəifləməyə başlayanda qabaqdakı elektrik mühərriki vasitəsilə lityum-ion batareyanı doldurmağa başlayır. Və yeri gəlmişkən lityum-ion batareya mayeli xüsusi soyutma sisteminə malikdir. Nəzərə alaq ki, həm də batareyalar rekuperasiya sistemi vasitəsilə yenidən dolur. Yəni söhbət nədən gedir? Sürət azalarkən, enişə gedərkən rekuperasiya sistemi batareyaları doldurur. Təkcə elektrik enerjisi sayəsində bu avtomobil 201 kilometr məsafə